Hamza salam dostlar. Bu günləri sizlərlə sizlərə video çəkəcəm. Axşam oldu. Hinduşkanı bura gətirdim. Hində yeşiyə qoymuşam. Evdə artıq balaca gəlirdi qabı. Qaldığı yerləri yəni. Onu gətirdim bura. Körtü də hinə buraxdım. İndi yem verək. Bunları yemi bitib. Toyuqlar imkan vermir. Biraz saxlayayım. Kürt balalarına verəcəm toyuğa. Yəni bir yerə də qoya bilmirəm. Yem qabın. Toyuqlar daraşırlar qarışqa kimi. Bura koyuram. Buradan hündüşka gelip başını uzatır. Bir elle video çekip bir elle iş görmek çetin olur. Hərəsi bir tərəfdən cömür üstümə iş görə bilmirəm. Videonun əsas məqsədi başqadır. Bunu əslində çəkməyəcəkdim. Amma vaxt keçirdi. Həm də sizə çəkib paylaşmaq istədim. Yemi qoyun bura toyuqlar bitirməsinlər. Aman. Bura qoyum. Heç yer olmadı. Baxın dostlar, sizə demişdim ördək yenidən yumurtaya başladı. Başladı əslində, amma bizi yanıltdı. Baxın, kürt oturub. Artıq bugün səhərdən görürəm artıq yuvada oturur. Tük də töküb. 3 ədəd yumurtaladı yenidən. Onların içində təxmini dəqiq bilmirəm. Bala düşüb içinə. Yəni bala əmələ gəlməyə başladı. Mən də qaz yumurtası qoyacağım. İkisi eyni vaxt, qaz da ördək eyni vaxtda çıxdığı üçün yumurtaları qoyacağım altına. Baxın dostlar, bu yox, bu deyil. Baxın dostlar, bu yumurtalar 2 ədəd yumurta, bala qazın yumurtasıdır. Bu arı qazın yumurtasıdır. 1 ədəd təmizlərindəndir. Bu 3 dənə. Bunları qoyacağım. Bunlara 3 ədəd qoyun, baxım ne çox olur, az olur. Bir şeydən qorxuram ki qaz yumurtaları həm bərkdir, həm böyükdür. Ördək yumurtaların arasında, ördək yumurtaları qaz yumurtaların arasında qalıb sına bilər. Ona görə fikirli qalmışam. Ördək yumurtası yoxdur ki, qoyum 3 dənə ördək yumurtasıdır. Ondan da heç bir şey olan deyil. Qaz yumurtalarını bura qoymuşam. Kürt otursun deyə. Ondan da bir səs yoxdur. Çətin oturar. O elə 11-13 yumurta edəcək məncə. Baxın. Tük də tökmür deyəsən. Kürt otursa öz yumurtalarından bir də ki bala qazın yumurtalarından koyacağım altına. Bu təzələrdən koyacağım indi. Biri bu olsun. Neçə ədəd olur? 5. 3 də ördək. Baxım indi qoyun bunları. Nə qədər olur? Baxaq. İndi 5 ədəd qoyuram. Sabah baxacağım. Neçəsinin üstündə otura bilir, neçəsini silətə bilir. Ördək də elə mənə cümmaq üçün dayanıb. Baxın. Getmək istəmir, ancaq elə cümmaqdır üstümə. İndi baxın, bunları siləcəm. Keçən videoda göstərdiyim spirtli nəm salfetlə. İndi 2 dənə də baxım silim. Olsa çatmasa yenə alaram. Xoruzumuz da maşallah aktivdir. Videonu saxlayayım. Birini sileyim.
ve sizə göstərim. Təmiz olur yoxsa yox. Baxın, bunlar ikisi təmiz yumurtadır, bunlar ikisi. Bu da təmizdir, amma bir tərəfi batıqdır, onu da bir tərəfi silərəm. Batıq yumurtada çıxır, amma garantiya alım. Üstün silim. Üstün siz istəsəz silməyə də bilərsiniz. Mən həmişə üstün silib kürt qoymuşam. Amma spirtlə silməmişəm, su ilə, nəm əski ilə silmişəm. Spirtlə neçəsini görmüşəm, heç bir şey olmur. Mən də dedim yoxlayım, baxım. Videonu saxlayayım. Dostlar, 2 dənəsinə sildim. Çox silmədim ki, hər ehtimal nəsə bir şey olmasın. Baxın, belə biraz təmizlədim üstün. Yenə baxanda fərq oldu. Bunu təmizləmədim çünki bu çox batmayıb. Riski almaq istəmədim. Daha doğrusu risk atmaq istəmədim. Belə qoydum indi. İnşallah ki hamısının altına alar və ördək yumurtalarını da sındırmaz. Arada saxlayıb. Sındırsa da yəqin ki ördək yumurtalarını alaram. Çünki 2 ədəd ördək balası var məndə. Ördək olmasa da olar. Baxaq indi qaz yumurtalarından hansının altına ala bilmirsə. Bu batıq olan yumurtalar, bu 2 yumurtanı alaram. Və yaxud birini alaram. Çünki bunlar üçü təzə yumurtada dəqiq bilinir, bu üçü. Onlar dəqiq bildiyim üçün onlara əl vuran deyiləm. Amma bunlar ikisini bilmirəm dəqiq nə vaxt yumurtalanan yumurtadırsa. Onun üçün o əgər sığmasa altına alacağım. Və yaxud da ki sınsa ördək yumurtalarını alacağım. Qaz yumurtaları qalacaq altında. Baxın, ördək də kürt olduğu üçün gəlir yuvanın yanına. Erkək də onun yanında dayanıb hücumçu kimi mənə cumacaq. Dişini tutan kimi baxın. Bax, dişini tuttum məsələn. Baxın. Bax, mənə cumur. Bax, qanada çaxır. Dişi gedən kimi o da qoşulub dişiyə gedir. Mən çəkilim. Ördək gəlib otursun. Çox incitməyim ördəyi. Küsə bilər. Küsə də oturan deyil. Bu səsli ördəklərdə küsmək çox yoxdur. Yadımdan çıxmasın. İşarə də qoyum yumurtalara. Bax, ördək gəlir üstümə. Yuvaya yaxınlaşdıq qədər. İşarə qoyum dedim. Elə belə. Hansının yumurtası olduğunu da işarə qoyacağım. Baxacağım. Hansı bala çıxacaq, mayalı çıxacaq yumurtası. Hansından çıxmayacaq. Bir həftədən sonra yoxlayacağım bunları. Xoruz da günün hər 24 saatda banlayır. Biləcəm hansı mayasızdır, hansı mayalıdır. Qaz yumurtalarına güvənmirəm mayalı olduğunu. Ördək yumurtalarını %100 bilirəm ki, üçündən ikisi belə, biri olsa belə bala çıxacaq. Çünki heç nə olmasa. Çünki hündüşkanın altına qoyduqda 4 ədəd yumurtanın 4'ü də dolu idi, amma ki 3'ünü çıxarta bildik. Biri yumurtanın içində öldü, biri də çıxandan sonra zədələnib öldü. Bunların ikisi bala qazın yumurtalarıdır. Baxın, bunlar altındaydı ördəyin. Ördək yumurtaları ipsidir. Bunlar soyuqdur. Bunları istilətəndə sabaha istilətəcək. O da ki, sabahdan sayma başlayacağım. Bugün saat 1'ə işləyib məncə. Gecədir. Video çəkən deyildim. Sizlər üçün həm videonu çəkdim, həm də siz videosuz qalmayasınız deyə, həm də məlumat verəcəm. Bir-iki şeydə. Ördəyin altına hansı quşların yumurtasını qoymaq olar? Ördək yumurtasının özünü qoymaq olar. Sonra qaz yumurtası qoymaq olar. Hündüşka yumurtası qoymaq olar. Sesar, frank və yaxud səbzi nə deyirsinizsə o quşun yumurtasını qoymaq olar.
Lal ördəyini də qoymaq olar, amma lal ördəyin öz anasından başqa heyvan yaxşı çıxarta bilmir. Amma lal ördək bütün heyvanları yaxşı çıxarta bilir. Başqa nə qoya bilərsiniz? Mən biləm bunları qoya bilərsiniz. Ördək yumurtalarının altında nə qədər yumurtalayıbsa, az yumurtalayıbsa, məsələn 11 dənə, 13 dənə hamısını qoya bilərsiniz sığdığı qədər. Ördəyin böyüklüyünə baxır. Qaz yumurtası 5-dən 7-yə qədər qoya bilərsiniz altına, çünki ördək qaz yumurtaları böyük olduğu üçün altına çox sıxışan deyil. Toyuq yumurtası da ördək yumurtasından kiçik olduğu üçün 17, 19, 15 ədəd qoymaq olar altına. Sesar yumurtaları da həmçinin toyuq yumurtası qədərdir, yəni kiçikdir. Bax, o qədər də böyük deyil. Onu da elə 15, 17 ədəd qoymaq olar. Lal ördəyi də elə ördək yumurtası qədər qoymaq olar. 11, 13. İndi kürt oturduğu necə bilmək olar ördəyin? İlk öncə ördək yumurtanı kəsir və yuvanın içində tüklər buraxır. Yuva isti olsun deyə, baxın tüklər var. Bundan bilmək olar və ördək günün çox hissəsi yuvada keçirir. Ara bir durur yuvadan. Siz yine girirsiniz, məsələn ördək yuvadan çıxır. Hər dəfə girirsiniz, günorta, axşam belə girirsiniz. O yenə yuvadan çıxır. Ondan da bilmək olar ki, o kürt olur. Onu da siz kürt olduğunu bilə bilərsiniz. İndi işarə qoyum. Bu balaqazın yumurtalarına bığ yazacağım. Yəni balaqaz. B.Q. Yaxşı olmadı ama neyse. Bığ yazdım. Bir de bu 2 ədəd yumurtlayıb. Bığ. Buna da bığı yazılmalıdır çünkü bu da balaca qazdır. Buna ne yazayım? 2 qaz yumurtladığı için buna ana qaz yazacağım. A-Q. Çünkü o birisi ana qaz yumurtlamır. Kiçik qaz yumurtlayır. O da ana qazdır. A nöqtə Q. Video biraz uzun olabilir. Siz de uzun videolar sevirsiniz. B nöqtə Q. Ay, bu yazdım. A. Neyse bu kalsın böyle. Buradan yazdım. A nöqtə Q. Bu videonu yəqin ki sabah paylaşacağım. Bugün ayın 19'udur. Təxmin 20'sidir daha doğrusu, çünkü saat 1'ə işləyib, yaxud 1 yarısıdır. Sabah paylaşacağım yəqin ki, ya da bugün akşam elə indi paylaşacağım. Baxın, qutarda ördək yumurtalarını da X yazacağım belə. Ne olar. Xeylisi Allah'tan. Allah ne yazıbsa, ne kısmet edibsə o da olacak. Ona hiçbir şey deyə bilmərik. Toyuqlar da yumurtlayır. Yumurtaları sattım. Bakın. Bunlar bugünün yumurtasıdır. 6 ədəd. Biri de budur yani. Bu limonun yumurtası da yığıram. İsteyen var idi. İstəsə aparar, istəməsə də sataram, yaxud işlədərik.
Bu 5, bu da 6, bu da bugünün yumurtasıdır. 6 adet limonun yumurtasından var bu yazılar. Hiç ne olmaz, şaştırmasın sizi. Bu Kürt'teki ağılsız aparıp cüceleri daşın üstünde oturtur, kumun üstünde oturtur da cücelerin karnı soyuq olacaq, ishal olacaqlar. Sonra da xəstələnib öləcəklər. Bunları yem vermək istəyirəm. Yem verən kimi də toyuqlar atlanıb cumacaqlar yemin üstünə. Cücələr də yeyə bilən deyil. Cücələri atım bu yeşiyin içinə. Videodan sonra burada yemin suyunu verib, içirdirib, yedirtib buraxaram yenidən bayra. Baxın, öyrəşiblər, çıxırlar bura. Toyuq da təxmini bir həftəyə, 10 günə balaları buraxacaq. Çünki yəni balaları atacaq. Çünki artıq kürtlükdən çıxır. Balalara ilk vaxtda baxdığı kimi baxmır artıq. Artıq bir aydan çoxdur. Bir ay, 2 gün, bir ay, 3 gün dəqiq bilmirəm. Başım qarışıq olur, vaxtını da bilmirəm. YouTube'da videolar attığım üçün oradan baxacağım və yaxud da siz baxıb aşağıda yorum yaza bilərsiniz. Yəqin ki bu videonu elə ayın 19'u, yəni bu axşam atacağım. Daji 20'si. Çünki saat 1'dir. Bugün çox başqa şeylər çəkə bilmədim. Bugün düşqada ilə yumurtlamadı. Baxın, gedirlər yuva tərəfə. Yəqin ki yuvaya oturacaq. Belə mən içəridə olduğuda oturmur. Baxın, Kürt oturdu, balaları altına yığdı. Onu yəqin bura sürərəm. Burada yeşiyin içində ot var. Orada oturar. Daşın üstündə oturmaqdan yaxşıdır. Həmişə girib yeşikdə otururdu. İndi nə olubsa daşın üstündə oturur. Baxın, gedir yuva tərəfə. İndi sabah baxacağım neçəsini istidə bilir, neçəsini yox. Baxın, atlamaq istəyir içəri. Bu da bildirir ki Kürtdür ördək. Erkek ördək də onun başında qaravul dayanacaq. Yəni ki onu qoruyacaq öz aləmində. Qaz gəlsə onun yanına ördəyi döyüb göndərəcəklər. Məni döyür, amma bir qaz döyə bilmir. Yəni dişi qazlar döyür, amma erkek qaz döyə bilmir. Atlanacaq bir dəqiqə. Baxın, atlanır. Amma neysə, video uzun olacaq, onu gözləsək. Yanıltdı bizi, atlamadı. Toyuqlar elə bir gözümə az dəyir, sayım. Yox, hamısı var. Yəqin ki qat-qat oturublar deyə həmişə yuxarıda sıx-sıx oturdular, çox görünürdü. Bu neydi? Xoruzun altından su töküldü, başına aşağı sallan kimi. Yəqin çox su içib. Türkən xoruzudur, başına aşağı salan kimi su töküldü ağzından. Su çox içib yəqin ki. Hind də artıq soymağa başlayıb, havalar da soyuyur, artıq leysanlar başlayır yazın əvvəl olduğu üçün. Havalar da bu Mart ayının axırında yenidən açılacaqdır. Havanın soyması bizlərə və yaxud toyuqlara yenə mənfi təsir göstərəcək. Yenə yumurtadan kəsiləcəklər. Ani hava şəraiti dəyişməsindən toyuqların streslə girməsinə səbəb olur. Bu da toyuqların yumurtadan kəsilməsinə səbəb olacaq. Toyuqlar da artıq hər gün yumurtlamağa başlayıb, bir neçəsi. Dünənləri
Dəqiq yadımda yoxdur. Deyəsən dünənlərdə 7 yumurta aldım, bu günlərdə yəqin sabah az alaram. Yəqin toyuqlar 2 gün yumurtlayıb, bir gün yumurtadan dayanırlar. Bu aşağıdakı toyuq da nənəmgildən gətirdiyim toyuqdur, o da yumurtlayır. İstədim video uzun olsun. Bu qədər bəsdir məncə. Sağ olun dostlar. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun.